Başla. Başladıq. Neyini? Deməli, bu müqavilələrin şərtinə görə Ruslar Xəzəryanı vilayətdə tamamilə tərk eləməli idilər. Burada 3 dənə müqavilə var yazdım. Elə baş hərf Peterburq, sonra Rəşt, və Gəncə. Peterburq müqaviləsinin Dərbətdən Gilana qədər olan ərazilər Ruslar tərəfindən tutuldu. Xəzəryanı vilayətlər, düzdürmü? Peterburq Rəşt müqaviləsinə görə həmin ərazilərin yarısı qaytarılıb sərbələrə, Kürdən cənubdakı ərazilər. Gəncə müqaviləsinə görə isə Ruslar Terek çayını və Dərbətdən Gilana görə olan Xəzəryanı vilayətləri tamamilə qaytardı sərbələrə. Bir də bu müqavilədə, Gəncə müqaviləsində ticarət məsələsi var idi. Ticarət burada, ticarət var. Rəşt müqaviləsində ticarət söhbəti var idi. Yadınıza gəlsə 1667-ci Şah Süleymanın dövründə də var ticarət məsələsi. Ruslar tamamilə buraları tərk etdilər. Yerə gəlmişkən o 21 martda imzalanmışdı müqavilə, Novruz bayramında. 1735-ci ilin yayında Üskilsə yaxınlığında döyüş baş verir. Üskilsə döyüşü. Üskilsə döyüşündə Nadir xan Osmanlıları yenidən məğlub edir. 35-ci ilin sonunda Osmanlılar Qafqazdan tamamilə qovur və Nadir qarşıya qoyulan bütün vəzifələri yerinə yetirmiş oldu. Hansı vəzifələrdir bunlar? Əfqanları ölkədən çıxarmaq, Ruslarda olan torpaları geri qaytarmaq, Osmanlıda olan torpaları geri qaytarmaq. Bu qədər.